öz doğma yurd yuvamıza qayıdırıq. 32 illik həsrət bugün onlar üçün bitir. Bəli, Ağdamın Kəngərli kəndinə növbəti köç kərvanı yola salınır. Bu mərhələdə 37 ailə 153 nəfər uzun illərdən sonra doğma kəndinə, elinə, obasına qayıdır. Bugünə çox şükür ki, öz torpaqlarımıza qayıdırıq. Şəhidlərimiz Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Möhtərəm prezidentimizin də siyasəti nəticəsində öz doğma yurd yuvamıza qayıdırıq. Getmişəm, baxmışam, yaxşı evlərdir, şəraiti, hər bir şeyi. Mərasim evindən belə tikiblər. Kətdə bütün kommunal hamısı yaxşı vəziyyətdə, yaxşı, çox gözəl, xoşumuza gəlir. Allah indən belə bizə pis günlər göstərməsin. Şükür Allahın böyüklüyünə bu günü gördük. Prezidentimizə çox minnətdarıq. Şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə Allah can sağlığı versin. Onlar qan töküb alıb bu torpağı bizim üçün. Həddi hüdudu yoxdur bizim sevincimizin. Şükür Allah'ın gene də yaradanımıza. Bu günü gördük. Gedim kəndimə. Ölsəm də kəndimdə ölüm. Bu çox böyük arzumuzdur bizim. Nənəm, babam deyirdi ki, Kəngərli o qədər gözəldir ki, yəni gedib görəcəksən. Gözləyirəm ki, Ağdamı görmək və orada istəyirəm ki, həkim olmaq istəyirəm. Yəni arzu edirəm ki, orada xəyalımı qurum, həkim işləyim. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların səyahında biz torpağımıza qayıtmışıq. Sevincimin həddi yoxdur ki, öz ana torpağıma qayıt gedirəm, öz torpağıma qovuşuram. Bir ona sevinirəm mən.